Naxçıvan şəhər İcra Hakimiyyətində 27 sentyabr anım gününə həsr olunan tədbir keçirilib. 27 sentyabr. Bu tarix Azərbaycan xalqının yaddaşına həm kədərin, həm də qürurun günü kimi yazılıb. Tədbirdə şəhid ailələri, qazilər, Naxçıvan şəhər İcra Hakimiyyətinin idarə və təşkilatlarının əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Heydər Əliyev adına Hərbi Liseyin, Naxçıvan Hərbi Kollecinin 7-ci Hərbi Polis Şöbəsinin rəhbər heyəti və kursantları, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələri iştirak ediblər. Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bugün Azərbaycan dövləti suverenliyini tam bərpa edib. Doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunan digər torpaqlarımızda 3 rəngli Azərbaycan bayrağı dalğalanır. Xalqımız işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova və Vətən müharibəsi qazisi İlkin Baxşəliyev çıxış edərək qazandığımız zəfərin Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq ordu vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd ediblər. Vurğulanıb ki, hər birimizin vətəndaşlıq borcu bizə qələbə sevinci yaşadan igid oğullarımızı daim qəlbimizdə yaşatmaq, onların xatirələrinə dərin ehtiram bəsləməkdir. Sonra 27 sentyabr anım gününə həsr olunan film və kompozisiya izlənilib. Torpaqlarımızı tezliklə geri qaytarmaq arzusunu daha da gücləndirirdi. Sentyabrın 27-si başlanan əks-hücum əməliyyatları günü Füzuli rayonunun Qaraxanbəyli, Qərbənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Düzgər kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəklilər düşmən tapdağından azad olundu. Anam, sən ağlama məni anam. Məni mələklər ağlayır. 30 ildir cəlladların tapdağında tapdağını bilir deyən dərddə anam. Qarabağın bilirdim ki dərdlərinə məlhəmdir. Həsən Məmmədov, xanım Rüstəmzadə, Samir Mehdiyev, NTV Xəbər.